Bu gördüğünüz ana arımız veteran ana arımızdır. Veteran ana arı artıq 3-cü və yaxud da 4-cü yaşındadır. Soldan bir ayağı yoxdur, qopardılıbdır böyük ehtimal ki. Bu o demək ki, bu ana arının artıq sonu gəlir. Yeni bir ana arı dünyaya gəlib, mayalanıb gəldikdən sonra bu ana arını öldürəcəklər. Arılarda mərhəmət hissi yoxdur. Onlarda əsas prinsipi odur ki, öz nəsillərini davam elətdirsinlər. Və buna görə öz canlarını fəda eləməklə yanaşı, öz analarını belə öldürməyə hazırdılar. Əsas odur ki, nəsil davam eləsin. Və bu ana arı da çox gözəl xidmət elədi. Ömrünün sonuna qədər də xidmət eləyəcək. Son ana qədər yumurta atmağa davam eləyəcək. Ta ki, yeni ana arı mayalanıb yumurta qoyana qədər. Bir müddətlə birlikdə yaşaya bilərlər. Daha sonra isə bu ana arını öldürəcəklər.